Salamlar, vaxtınız xeyir olsun. Mən Adıgözəl Nakşin, insan psixologiyası metodisti. Bu video çəkilişimiz bəzən şərhlərdə düşüncə tərzinin yaxud bəzi video çəkişləri yanlış anlayan insanlar var. Mövzu da bununla bağlı olsun. Bəzən birinə sənə ayıb olsun, sənə utan deyiləndə onun biri var səhvini demək, biri var ki, bilərəkdən qəsdən təhqir etmək. Yaxud bilərəkdən qəsdən səni söyürəm, kimisindən ifadələr şuuraltı sublimasiya verməkdə irəli. Və adətən bu da nədən qaynaqlanır? Həmin şəxsə qarşı, yaxud həmin şəxs olmasın, bir digər olsun, bir başqası olsun, mübahisə zəminində, yaxud mübahisə qismində olduğu üçün o daima konfliktini sətir altı ifadələrlə bildirir. Çünki qısa konkret sənin zəhləmir, sənin nifrət edir kimisindən. Və nəticə etibarilə də xəstəliyi olan insanlar hər zaman belə deyək, travması olan insanlar bu zəmində, bu mövzuda aldığı travmanı gizlədirlər ki, qarşı tərəf bilib ondan güc almasın. Ki, sən zəifsən, mən güclüyəm, artıq sənin rus dilində ilə qrexin, yəni səhvin var, sən narahatsan, sən susmalısan. Gücü sən susacaqsan. Kimisindən düşüncə tərzi formalaşır. Və nəticə etibarilə də bu kimi düşüncə tərzinin formalaşmasından sonra insanların əksəriyyəti həmin şəxsi qınaq obyektinə çevirməyə başlayırlar. Hər zaman çalışın ən azından da çoxluq bəzən yoxluqdur. Boşuna deyilmir ki, 100 nəfər yerinə 1 nəfər olsun, amma normal. 100 dənə anormal insan olmaqdansa, hansı ki, belə deyim, sizə xəstə, psixoloji, dəli, gic, normal olaraq biri olsun ki, ən azından müəyyən fikri də başa düşsün, anlasın. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsə məlumat verə bilərlər.